Himalay monalı, dağların rəngarəng quşu bu növ Himalay dağlarında yaşayan ən gözəl və diqqət çəkən quşlardan biridir. Parlaq rəngləri ilə sanki göy qurşağını xatırladır. Ölçüləri boyu 60-70 sm, çəkisi isə təxminən 2,5 kiloqram olur. Bu quş Nepal, Hindistan, Butan və Pakistanın dağlıq ərazilərində yaşayır. 2400-4500 metr yüksəklikdə rast gəlinir. Sərin iqlimi sevir. Dağ meşələrində və açıq çəmənliklərdə yaşayır. Qışda daha aşağı ərazilərə enə bilir. Monallar torpağı qazaraq toxumlar, köklər və həşəratlarla qidalanırlar. Erkəklər çox parlaq rəngli olur, yaşıl, mavi, bənövşəyi tonlarda parıldayır. Dişilər isə qəhvəyi rəngdədir və bu onların gizlənməsinə kömək edir. Monal nə quşudur? Kəklik kimi tanınsa da əslində qırqovullar fəsiləsinə aiddir. Yəni kəklikə bənzəyə bilər, lakin fərqli növdür. Maraqlı fakt, bu quş Nepalın milli rəmzidir və bu ölkədə çox qiymətləndirilir. Kanalımıza abunə olmağı unutmayın.